Zərər olduğunu bilə-bilə insan buna gedirsə niyə gedir? Bu elə bir məsələdir ki, zərərini bilə-bilə tək siqareti istifadə eləmirlər axı. İnsanlar qidalardan tutmuş, saxta süni şeylərdən tutmuş, bütün şeylərin zərərli olduğunu bilə-bilə istifadə edirlər. Bu elə bir məsələdir ki, dediyim kimi, əvvəlcə həvəs, maraq, psixoloji, sosioloji cəhətdən özünü təsdiqləmək, ortaya qoymaq cəhətindən başlayır. Sonra artıq bu bioloji asılılığa və psixoloji asılılığa çevrilir. Artıq zərərini bilsə belə bunu tərk edə bilmir. Bu düzdür, tərk edə bilənlər var. Amma elmi faktlar göstərir ki, burada çox saylı faktorlar var. Orqanizmlərin fərqi var, psixoloji vəziyyətin fərqi var, sosial vəziyyətin fərqi var, təhsil və s. Müxtəlif səbəblərin təsiri var. Hətta qan qruplarının belə təsiri var. Bəzi qan qrupları çətin tərk edə bilir, bəzi asan tərk edir. Bəzisi tərk edəndə fəsad vermir, bəzisində çox ağır fəsadlar verir. Mən gözümlə görmüşəm, çox ağır fəsadlar. O bacara bilmir bundan. Ona görə bilə-bilə ki, bu zərərdir, bundan tərk edə bilmir, imtina edə bilmir. Biz səbəbləri aradan qaldırmalıyıq qısaca. Səbəblərlə uğraşmalıyıq, biz nəticələri aradan qaldırırıq. Səbəbləri aradan qaldırmaq nədir? Bunun birincisi məhdudlaşdırmaq, əlçatanlığı məhdudlaşdırmaq. Məsələn, yeniyetmələrdə siqaret satılmasının qadağan olunması xeyli təsir göstərir. Amma qadağan olunması rahatlıq alacaqlar. Bu kimi məsələlər. Sonra bu valideynlərin maariflənməsi, yəni bilikli olması. Maariflənmə deyəndə valideyn bilikli olmalıdır ki, bu uşaq hansı hallarda onu aldada bilər, hansı hallarda bunu eləyə bilər və yaxud necə ola bilər ki, o eləsin, sən bilməyəsən. Var hamısı mənəvi, əxlaqi, sosial, psixoloji məsələlərdir ki, o profilaktik qarşısını əvvəldən almaq ki, sonradan fəsadlarla uğraşmayaq. Bunlar lazımdır. Mənəvi, əxlaqi tərbiyə xüsusilə vacibdir. Tək təhsillə olmur. Məsələn, siz baxın, çox təhsilli ölkələrdə, Amerikada, Çində, Yaponiyada siqaret çəkmək faizi çox yüksəkdir. Amma dindar ölkələrdə spirtli içki qəbulu, narkomaniya və yaxud siqaret azdır istifadəsi. Avropada və Amerikada bu siqaretə qarşı çox qəzəbli və qəddar münasibət var. O da ictimai başqalarını narahat eləmək məqsədindən. İstər parklarda, istər digər yerdə. O ictimai şeydir. Amma onlar getsən öz evində gündə 100 dənə siqaret çək, onlar onu narahat eləmir. Başqalarına zərər vurmaq mənasında. Deməli, amma mən nə demək istəyirəm? Dini, mənəvi dəyərlər də buna təsir göstərir. Yəni düzgün tərbiyə, düzgün dini dəyərlər siz deyirsiniz ki, din faktoru ilə yanaşaraq biz biraz olmaz. Günahdır. İnsan öz bədəninə zərər vurmaz. Bəli, günah tərəfindən də yanaşmaq təsir göstərir. Fikir verirsiniz, dindarlar arasında məsələn içki içən var? Yoxdur. Bildiyimiz yoxdur. Eləcə də indi siqaret qadağan olmasa da əksəriyyət səmimi dindarlardan gedir də yəqin ki. Təbii ki, əsl dindarlardan gedir, o saxta dindarlar. Eyni zamanda siqaret çəkənlərin də sayı minimumdur. Ən azı azdır. Deməli, mənəvi, milli tərbiyə, sosial mühit, yəni tutaq ki, məktəbin tərbiyə funksiyası təəssüf gəlindən alınıb, müəllimlər ikinci valideyn kimi uşağın üzərində nəzarət eləməlidir. Hətta onun üzərinə eləməlidir siqaret iyi gəlirmi? Və qohumların əvvəllər irad tuturdu, yaşlı nəsil küçədə. Yaşlı nəsil küçədə siqaret çəkən uşaq görəndə irad tuturdu, qulağına tutub valideyn yanına aparırdı. İndi isə gəlib ondan yandırmaq üçün vasitə istəyir.